9-cu dəqiqədə dəyərdirməyi lazım idi. İndi isə 77 kilogram çəki dərəcəsində ikinci döyüş. Qazaxıstan idmançısı Rəşid Daqayev yarış meydanına daxil olur. Qeyd edim ki, bu çəki dərəcəsində ilk görüş Azərbaycan idmançısı Talih Əliyevlə Gürcüstanlı Cumber Qamizardaşvili arasında keçirildi və həmin mübarizə Azərbaycan döyüşçüsünün qələbəsi ilə başa çatdı. Elə birinci dəqiqədə Talih Əliyev rəqibinin nokautla məğlubiyyətə uğratdı. 77 kilogram çəki dərəcəsində Qazaxıstan idmançısı Rəşid Daqayevlə mübarizədə Respublikamızı Xamis Məmmədov təmsil edəcək. O da indi ringə dəvət olunur. 77 kilogram çəki dərəcəsində onun rəqibi, ringin qırmızı künc sahibi, ringə dəvət olunur. Azərbaycan təmsilçisi Xamis Məmmədov. Mən Azərbaycanlıyam. Xamis Məmmədov ringə çıxır, o sarı geyimlə döyüşəcək. Rəşid Daqayev, Qazaxıstan idmançısı qara geyimdədir. Azərbaycan idmançısı 77 kilogram çəki dərəcəsində döyüşəcək. Universal döyüş üzrə dünya çempionatında qalib döyüş sambosu üzrə dünya çempionatında mükafata layiq yer tutub və əlbəttə döyüş üzrə müstəqil dövlətlər birliyinin çempionatında qızıl medal qazanır. Deyildim ki, Xamis Məmmədov ümumiyyətlə əlbəttə döyüş təliminə onun rəqibi Sindoru və Pençaksilat yarışlarında başlayıb, universal döyüş üzrə dünya bölmədə müəyyən təcrübə toplamışdan sonra artıq universal döyüş sambosu və əlbəttə döyüş yarışlarında da qüvvəsini bir sözlə universal xarakterli idmançıdır. Onun rəqibi Rəşid Daqayev isə Qazaxıstan Respublikasının idman ustasıdır. Dəfələrlə öz ölkəsinin çempionu adını qazanıb və qeyd edim ki, bu titulu ən müxtəlif döyüş təlimlərində pankration, sambosu, qarışıq döyüş növləri, habelə grappling təlimlərində qazana bilir. Birinci raund elan olunur. Döyüş başlanır. Hər iki idmançı daim zərbə vurmağa hazır vəziyyətdə olduğunu göstərir və ilk zərbəni Xamis Məmmədov vurur, doğrudur. Qazaxıstan döyüşçüsü vaxtında geri çəkilməklə zərbədən yayınır. Xamis Məmmədov isə hücumlarını davam etdirir və çox çılğın bir şəkildə zərbələr endirir. Qazaxıstan idmançısı isə indi boğucu fənd tətbiq eləməyə çalışır. Amma Xamis Məmmədov bu vəziyyətdən çıxmağa çalışır. Hər halda məqsədinə nail olur. Yəqin ki, bu hücumdan sonra Azərbaycan idmançısı
Özü də hiss etdi ki, ehtiyatı əldən vermək olmaz. Bəli, qalib gəlmə yarısı çox güclüdür, amma əlbəttə rəqibin də imkanlarını nəzərə almaq lazımdır. Qeyd etdiyimiz kimi, o ən müxtəlif döyüş təlimləri üzrə Qazaxıstan Respublikasının çempionu adını qazanıb. Özü də dəfələrlə. Xamis Məmmədov yenidən tətbiq eləməyə çalışır, amma indi onun hücumları məhduddur. Belə ki, Rəşid Dağayev axıra qədər müqavimət göstərir və rəqibinin ayağından yapışmaqla vəziyyəti öz xeyrinə dəyişməyə çalışır və qeyd edim ki, indi parter vəziyyətində biz dəfələrlə dinamik bir vəziyyəti müşahidə etdik, amma bütün bunlar nə ilə nəticələndi? Siz də gördünüz, 3-cü dəqiqədə ağırdıcı fəndlə Xamis Məmmədov qalib gəldi. O rəqibinin ayağını dizdən qatlayaraq sıxdı və Rəşid Dağayev dərhal təslim olduğunu bildirdi. Beləliklə 77 kilogram çəki dərəcəsində döyüşdə Azərbaycan idmançısının qələbəsi ilə başa çatdı. Xanlar və canlılar, izlədiniz 77 kilogram çəki dərəcəsində bu döyüşdə. Birinci raundun 2-ci dəqiqəsinin 30-cu saniyəsində ağırdıcı fənlə rəqibi üzərində təmiz qələbə qazanır. Universal döyüş üzrə dünya çempionu, əlbəxtə döyüş üzrə MTV çempionu, döyüş sambosu üzrə dünya çempionatı mükafatçısı Komandanın hesabına daha bir qələbə yazılır. Xamis Məmmədov Azərbaycan 3 dəqiqə ərzində ağırdıcı fəndlə rəqibini məğlubiyyətə uğratdı. İndi isə turnirin sonuncu döyüşü başlanmalıdır. Onun iştirakçıları Georgi Cadgiraşvili və Bəxtiyar Abbasov ringə dəvət olunacaqlar. Xamis Məmmədovun qələbənin necə qazandığına gəlin bir daha diqqət yetirək. Azərbaycan idmançısı əvvəlcə özü çətin vəziyyətə düşdü, lakin bu vəziyyətdən məharətlə çıxa bildi və sonradan rəqibinin ayağından yapışaraq onu dizdən və topuqdan sıxmaqla ağırdıcı fən tətbiq etdi. Xanlar və Rəşid canlılar. Dağayev hətta ağrıdan üzgün.